Salam əziz şagirdlər, 5-ci sinif ingilis dili iş dəftərindən səhifə 54-ün izahı. Writing 1, yazı 1, Teen Magazine, yeniyetmə jurnalı, Meet the Teen of the Month, ayın yeniyetməsi ilə tanış olun. This is Samir, he is our teen of the month. Samir is a very special boy. Bu Samir'dir, o bizim ayın yeniyetməsidir. Samir çox xüsusi bir oğlandır. This is me. Bu mənəm. Hi, I am Samir and I am 11 years old. Salam, mən Samirəm və mənim 11 yaşım var. I am a student in Baku. Baku is the capital of Azerbaijan. Mən Bakıda şagirdəm. Bakı Azərbaycanın paytaxtıdır. My favorite sport is soccer. It's amazing and I am very good. Mənim sevimli idmanım futboldur. Bu möhtəşəmdir və mən bu idmanda yaxşıyam. Soccer is popular in Azerbaijan. Futbol Azərbaycanda məşhurdur. My favorite thing is my bike and my favorite music is rocks. Mənim sevimli əşyam velosipetimdir və mənim sevimli musiqim isə rockdur. My favorite colors red and blue. Ən sevdiyim rənglər qırmızı və mavidir. And you? What's special about you? Bəs sən? Səndə xüsusi olan nədir? Read the text. What is it about? Mətni oxu, nə haqqındadır? A story about Azerbaijan. Azərbaycan haqqında bir hekayədir. A personal descriptions. Əlbəttə ki, burada personal descriptions'dir. Burada cavab personal description'dır. Şəxsin təsviri. Özü haqqında məlumat verməsi. Look. I'm 11 years old or I am 11. Bax bölməsində onu qeyd edir ki, mənim 11 yaşım var, iki cür qeyd etmək olar. I am 11 years old və ya I am 11. Əziz şagirdlər, yaşı həmişə to be feilinin forması ilə işlədirlər. Yəni vardır ifadəsi bilirik ki, have deməkdir. Have got, has got və s. Yəni ancaq yaşı isə to be-nin forması ilə müəyyən edirik. İkinci tapşırıq. Match the words in 1-5 with the words in A-E. Burada sözləri uyğunlaşdırın qeyd edib. Mətnə əsasən biz buradakı sözləri uyğunlaşdıracağıq. Name Samir, ad Samir, age 11, yaşı 11, country ölkə Azərbaycan, sport soccer idman futboldur, music rock 1C, 2B, 3D, 4E, 5 A ilə uyğunlaşır. Üçüncü tapşırıq. Write the Tapşırıq 3. Write the descriptions. Name it. This is me. Öz təsvirinizi yazın. Bu mənəm. Yəni adını belə qeyd edin ki, bu mənəm. Include a photo, ora şəkil əlavə edin. Include your name, age, country, age. Ora özünüzün adınızı, yaşınızı, ölkənizin adını və s. qeyd edin. Include your favorite things, sport, clothes, colors and it. Ora sevimli əşyanız, idman növünüz, paltarlarınız və rənglərinizi və s. əlavə edə bilərsiniz. İndi keçək tapşırıq 4-ə, sonra isə This is me adlı bir description hazırlayaq. Exchange your descriptions with a partner and check their work. Öz təsvirini tərəfdaşınla dəyiş və onun işini yoxla. Use a checklist. Buradakı biz qaydalardan istifadə etməliyik. Foto, şəkil, personal information, şəxsi məlumat, bir də favorite sevimlilər.
Belə yaza bilərik. Hi, I am. Adınız nədir? Orada qeyd edə bilərsiniz. Mənim adım belədir. And I am, tutaq ki, 11 years old. Mənim 11 yaşım var. Öz yaşınızı qeyd edin. I am a student in Bakı, in Bərdə, in Azərbaycanın başqa ərazilərində qeyd edə bilərsiniz. My favorite sport is basketball. Mənim sevimli oyunum basketbol, sizinki sokkadır, tennisdir və yaxud voleyboldur, onu qeyd edə bilərsiniz. My favorite things is my cell phone and my favorite music is pop. Mənim sevimli əşyam mənim mobil telefonumdur. Burada başqa əşyalar da qeyd edə bilərsiniz. Mənim sevimli musiqim isə popdur. My favorite colors are green and black. Sevimli rənglərim isə yaşıl və qaradır. Writing 2, səhifə 55, yazı 2. Writing, yazı, a description, təsvir. Read Azra's description. Azra'nın təsvirini oxu. Do you think Dream Academy is a real school? Sən fikirləşirsən ki, Arzu Akademiyası bir həqiqi məktəbdir. Why? Niyə? Why'n't? Niyə yox? Öncə biz Dream Academy, yəni Arzu Akademiyası haqqında bu təsviri oxuyaq, sonra isə suala cavab verək. Dream Academy, Arzu Akademiyası. I am a student at Dream Academy. Mən Arzu Akademiyasında bir şagirdəm. Students can study traditional subjects like math and English. Şagirdlər orada milli fənlər olan riyaziyyat və ingilis dilini öyrənə bilir. They can also study how to subjects such as how to make videos, records, produce music, be a photographer, to be a DJ. Tələbələr riyaziyyat və ingilis dili kimi ənənəvi fənləri öyrənə bilirlər. Onlar həmçinin video hazırlamaq, musiqi yazmaq, istehsal etmək, fotoqraf olmaq və ya DJ olmaq kimi bəzi fənləri necə öyrənməlidirlər, onu öyrənirlər. My favorite subject is how to be a DJ. Mənim ən sevdiyim fən DJ olmağı öyrənməkdir. Şagirdlər öz müəllimlərini özləri seçirlər. They interview them and decide together. Onlar müsahibə aparır və birlikdə qərar verirlər. For example, the music teacher is a famous pop star. Məsələn, musiqi müəllimi məşhur bir pop ulduzudur. Students choose their own teachers. Şagirdlər öz müəllimlərini özləri seçirlər. They interview them and decide together. Onlar müsahibə aparır və birlikdə qərar verirlər. For example, the music teacher is a famous pop star. Məsələn, musiqi müəllimi məşhur bir pop ulduzudur. Students never have more than 4 classes a day. Şagirdlərin gündə 4-dən çox dərsi olmur. Students can choose when classes start and end. Şagirdlər dərslərin nə vaxt başlayıb, nə vaxt bitəcəyini özləri seçə bilirlər. Students don't have classes in classrooms. They are in learning pods. My favorite space is the music pod. I love listening to music in it. Şagirdlər dərslərini adi sinif otaqlarında keçirtmir. Onlar xüsusi öyrənmə kapsullarındadırlar. Mənim ən sevdiyim məkan musiqi kapsuludur. Orada musiqi dinləməyi çox sevirəm. I love studying at Dream Academy, Azra. Mən Arzu Akademiyasında oxumağı sevirəm. Azra. Öncə birinci tapşırıqdakı suala cavab verək. Deyirdi ki, siz Dream Akademiyanın bir real məktəb olduğunu düşünürsünüz. No, I don't think it is a real school. Düşünmürəm ki, belə bir məktəb həqiqətən də realdır. It doesn't have. Because in Azerbaijan it doesn't have. Çünki Azərbaycanda belə bir məktəb yoxdur. Match headings AD with paragraphs from 1 to 4. Boşluqları paraqraflarla uyğunlaşdırın. Mətndə nömrələnmiş boş kvadratların içinə mövzuya uyğun başlıq hərflərini yazacağıq. Birinci, əlbəttə ki, C olacaq. Çünki
Amazing subjects buradadır. Qeyri-adi, heyrətamiz, möhtəşəm fənlər. Burada qeyd edibdim. İkinci olacaqdır D. Star teachers, ulduz müəllimlər. Üçüncü olacaq A. Only 4 classes, yalnız 4 dərs. 4'te de olacak B. Creative spaces, yaradıcı mekanlar. Tapşırıq 3. Read the useful language box. Find and underline sentences with these words in Azra's description. Qutuda verilən nümunə göstərmə sözlərini mətndə tapıb altından xətt çəkəcək. Bilirik ki, useful language qutusu faydalı dil qutusudur burada. For example, məsələn, like, xoşlamaq, such as bunlardır. Bunları həmin mətnin içərisində tapacaq. For example, burada məsələn yazılmışdır. Mətnin içərisinə baxaq. Bizə qeyd edilir. For example, the music teacher, famous pop star. Like tapaq. Students can study traditional subjects like math and English. Deyir, İngilis və riyaziyyat kimi. Burada like kimi mənasında olacaq. Such as-a baxaq. They can also study how to subjects such as how to make videos, records and produce music. Birinci. Dördüncü. Plan a descriptions of your ideal school. Make a spy diagram to organize your ideas. Öz ideal məktəbin haqqında yazmaqdan əvvəl ideyalarını qruplaşdırmaq üçün nəzərdə tutulmuş hörümçək toru, yəni spy diaqramdan istifadə edin, sxemindən istifadə edək. Şəkildə mərkəzdə my ideal school, mənim ideal məktəbim yazılıb. Ondan 5 əsas qol ayrılır. Tapşırığı yerinə yetirmək üçün hər qısa qola uyğun qısa qeydlər yazmalıyıq. Subjects fənlər, teachers müəllimlər, classes siniflər, places yerlər, opinion of studying at school. Məktəbdə keçirilən öyrənilər haqqında öz fikrinizi qeyd edin. Decide what information to include in each paragraph of your description. Use your spy diagram and the information in exercise 2 to help you. Biz deməli həmin bu hörümçək toru spy diagram, yəni adlanan bu sxemə əsasən öz təsvirimizi yazacağıq. Əlbəttə ki, ikinci tapşırıqdan istifadə edərək. Write, yaz. 5. Write your description. Remember to include 4 paragraph can, cannot and the phrases from the useful language box. Faydalı dil qutusundan istifadə edərək bilmək, bacarıram, bilirəm və yaxud bilmirəm. Həmçinin xatırlamaq lazımdır ki, bundan istifadə edərək yazmaq lazımdır öz təsvirlərinizi. Check, yoxla. Do you give the name of the school in the opening sentences? Məktəbinizə açıq cümlə formasında ad qoyun. Include all of the information from your spy diagram. Bütün həmin məlumatları, spy diagramdakı məlumatları ora əlavə et. Give your opinion about studying at the school in your closing sentences. Sonluqda özünüzün oxuduğunuz məktəb haqqında rəyinizi bildirin. Closing sentences son cümlə deməkdir. Opening sentences isə ön cümlə, yəni birinci cümlə deməkdir.
Writing 3. Oxu 3. Welt in Friedenschule. A Day in the Life Viktor Halabi. Viktor Halabi'nin həyatında bir gün. Mətni oxuyaq. Hey, I am Victor and I am from Syria, but I live in Berlin, Germany with my mom now. Salam, mən Viktoram və mən Suriyadanam. Anamla Almaniyada Berlində birlikdə yaşayıram. I go to school in the morning. I like it, but German is difficult. Səhər məktəbə gedirəm. Mən məktəbi xoşlayıram. Lakin Alman dili mürəkkəbdir. I have lunch at 1:30 p.m. and I help mom with the dishes. Mən saat 1:30-da, yəni 2-nin yarısında qəlyanaltı edirəm və anama qablarda kömək edirəm. I clean my room too, but I don't cook. Mən həmçinin otağımı təmizləyirəm, lakin yemək bişirmirəm. I don't do sports, but I play the out. Mən idman etmirəm, lakin mən oud oynayıram. I am very good. At the weekend, we visit our Syrian friends and we have special meals. Mən odunu çox yaxşı oynayıram. Həftə sonu biz Suriya dostlarımıza baş çəkir və bizim xüsusi yeməklərimiz olur. Yəni həmin və ərəfədə xüsusi yeməklər yeyirik. Life in Germany is safe, but I miss Syria. Almaniyada həyat təhlükəsizdir, lakin mən Suriya üçün darıxıram. Birinci tapşırıq. Look at the article. What is it about? Məqaləni oxuyun. Nə haqqındadır? Victor's dreams about the future. Victor'un gələcək haqqında arzuları. Victor's habits and routines. Victor'un vərdişləri və gündəlik rejimi. Əlbəttə ki, var burada cavab Victor'un vərdişlərindən söhbət gedir. İkinci, read and listen to the online article. Match the paragraph to the topics AC. Məqaləni oxuyun, paragrafları mövzularla uyğunlaşdırın. Daily activities and the time of. Bu ikinci hissəyə uyğunlaşacaqdır. Məqalənin ikinci hissəsindən. Information about Victor. Victor haqqında məlumat birinci hissə ilə. Victor's opinion about life in Germany. Victor'un Almaniyada həyat haqqında rəyi, yəni münasibəti burada üçüncü hissə ilə uyğunlaşacaqdır. Üçüncü, study the look box. Underline one more example of addition of ideas and one of opposite of ideas in the article. Bax qutusunu araşdırın. Mətndə fikirlərin əlavə olunmasına və qarşılaşdırılmasına aid daha bir nümunə altından xətt çəkin. Look, baxın. Additional of ideas. Bu əlavə olunma, yəni fikirlərin əlavə olunmasıdır. I have lunch at 1:30 p.m. and I help mom with the dishes. Opposite of ideas qarşılaşdırmadır. I clean my room too, but I clean my room too, but I don't cook. Mən otağımı təmizləyirəm, lakin mən yemək pişirmirəm. Bura bu cümləni də əlavə etmək olar. Life in German is safe, but I miss Syria. Almaniyada həyat təhlükəsizdir, lakin mən Suriya üçün darıxıram.
Birinciye isə we visited our Syria friends and we have special meals. Yəni birləşdirmə, əlavə etməyə bunu əlavə edəcək. Qarşılaşdırmaya isə life in Germany is safe but I miss Syria. Dördüncü tapşırıq. Plan an online article named A Day in the Life of. Yazı layihəsi. Online məqalə planlaşdırın. Birinci. Choose a person to write about. Haqqında yazmaq istədiyimiz bir şəxsi seçirik. Use Victor's topics AC in activity 2. Victor'un mətni kimi 3 qısa paragraf yazırıq. Collect photos or draw images to illustrate the post. Adı, hardan olduğu və yaşadığı yeri qeyd edirik. Write the first version of your profile. Use the first person I, we and they. Paragrafın hazırki həyat haqqında deməli söz fikirlə yazacağıq. Mən, biz və onlar sözündən istifadə edərək. Exchange your article with the classmates and check their work. Use the checklist below. Öz məqalənizi sinif yoldaşlarınızla dəyişin, onların işlərini yoxlayın və aşağıdakı addımlara fikir verin. Title, başlıq, image, şəkil, təsvirlər, information about the person, insan haqqında, bir şəxs haqqında məlumat, time of, vaxtın bitməsi, deal activities, gündəlik fəaliyyətlər, an opinion, rəy. Writing 4, yazı 4, a description of a photo, bir şəklin təsviri. Look at the photo. Which person is Eric? Read the description and find the answer. Hansı şəxs Erikdir? Description'ı, təsviri oxu və suala cavab tap. My favorite photo. Mənim sevimli şəklim. By Eric. Eric tərəfindən. This is a photo of my friends and me. We are all sitting on the beach. We are celebrating my friend Isabel's 13th birthday. Bu şəkil mənim dostlarımın və mənim şəklimdir. Biz çimərlikdə oturmuşuq. Biz mənim dostum Isabella'nın 13 yaşını qeyd edirik. Isabel and I are in the middle. Isabel və mən mərkəzdəyik. She is wearing a white t-shirt and a wool jacket. O ağ köynək və yun jaket geyinib. She is laughing. O gülür. My friend Greg is on the left. Mənim dostum Greg solumdadır. Greg's wearing a red checked shirt. Greg qırmızı damalı köynək geyinib. He usually wears a cap but he isn't wearing it in this photo. O həmişə papaq taxır, lakin bu şəkildə taxmayıb. He is holding some food but he isn't eating. O əlində bir neçə ərzaq tutub, lakin onu yemir. Sophia is next to Greg. Sophia Greg'in yanındadır. She's wearing her new jeans. O özünün yeni cinsini geyinib. My brother Anthony is on the right. Mənim qardaşım Antonia mənim sağımdadır. He's wearing his favorite checked shirt and his new sneakers. O özünün yeni idman ayaqqabısını və təzə köynəyini geyinib. He is smiling. O gülümsəyir. There isn't anyone in the back in this photo. Bu şəkildə arxa tərəfdə heç kim yoxdur. I am next to Antonia. Mən Antoninin yanındayım. I am wearing khaki pants and a grey hoodie with a light grey t-shirt under it because it is cold.
Hava soyuq olduğu üçün mən xaki rəngli şalvar və içindən açıq boz köynək olmaqla boz hoodie, yəni kapşonlu idman koftası geyinmişəm. It is my favorite photo because I am with my friends and we are having a great time. Bu mənim sevimli şəklimdir, çünki mən burada dostlarımla bir yerdəyəm və biz yaxşı vaxt keçirdirik. Which person is Eric? Burada qeyd etdik ki, Eric hansı şəxsdir? Eric həmin bu hekayəni danışan mərkəzdə oturan. Tapşırıq 2. Read the description again and answer the questions. Təsviri yenidən oxu və suallara cavab ver. What are they celebrating? Onlar nəyə qeyd edir? Isabel's 13th birthday. Isabellanın 13 yaşını. Where are they? They are on the beach. Onlar çimərlikdədir. What is Isabel wearing? Isabel nə geyinib? Mətnə əsasən bunu deyirik ki, she is wearing a white t-shirt and a wool jacket. What does Greg usually wear? Greg adətən nə taxır? Başına nə geyinir? Greg adətən nə geyinir? He usually wears a cap. O adətən papaq taxır başına. Why does Eric like this photo? Niyə görə Eric bu şəkli xoşlayır? Because he's with his friends and they are all having a great time. Çünki burada onlar hamısı bir yerdədir və yaxşı vaxt keçirdirlər. Üçüncü tapşırıq. Match topics AC with paragraphs from 1 to 3. A description of the people in the photo. İkincidədir. Əlbəttə ki, A-ya 2 yazacaq. Brief descriptions of who is in the photo. Şəkildə olanı birincidə yazacaq. Opinion on my it is your favorite photos. Şəkil haqqında fikrin isə 3-cü hissədədir. 2-ni A ilə, 1-i B ilə, 3 isə C ilə birləşdirəcək. 4-cü. Complete the expressions in the useful language box. Useful language faydalı dil kutusuna əsasən biz artikelləri burada qeyd edirik. In the bags, in the back, in the middle, on the left, on the right, next to. Plan. Plan your own descriptions of a photo. Look at the photo below and take notes. Deməli, özünün şəxsi təsvirinizi şəklə əsasən yazacaqsınız və həmin bu aşağıdakı şəkildən, qeydlərdən istifadə edərək. Decide what information to include in each paragraph. Use the information in exercise 3 to help you. Həmin bu paragrafa əsasən təsvirlər əlavə edərək və üçüncü tapşırıqdakı biz nümunələrdən istifadə edirik, məlumatlardan istifadə edirik. 6. Write your description. Remember to include the information in the correct order, the simple present and the present continuous and the phrases from the useful language box. Təsviri yazırıq. Nələri qeyd edirik təsvirdə? Əlbəttə ki, indiki sadə zaman, davam edici zaman, sonra faydalı dil kutusundakı preposition işlənən sözlərdən istifadə edərək. Check, yoxlayırıq. Do you describe people in the photo? Include the clothes, accessories they are wearing. Describe the people position in the photo. Say why you like the photo. Deməli, şəkildə insanların paltarlarını qeyd etməliyik, mətndəki kimi. Sonra onların hansısının harada olduğunu deməliyik və onların harada olduğunu qeyd etməliyik, mərkəzdə, sağda, solda və öz fikrimizi şəkil haqqında bildirməliyik. Extra reading 1. Ekstra oxu 1. Səhifə 58. Around the world, dünya ətrafında a blog post. Bir blog post. Write 3 things you want to know about student life in Japan.
Compare with a partner, then read the blog. Does it answer your question? Deməli, Yaponiyada şagirdin həyatı haqqında 3 söz yazacaq, 3 cümlə yazacaq və onu tərəfdaşımızla müqayisə edəcək. Sonra bloqu oxuyub həmin suala cavab verəcək. Sonra bloqu oxuyuruq. Does it answer your questions? Bu sənin sualına cavab verirmi? Welcome to my school day. Məktəb günümə xoş gəlmisən. My school day starts at 8:30 am. Mənim məktəb günüm səhər saat 8:30-da başlayır. When I arrive, I take off my shoes and I put them in my locker. Məktəbə çatanda mən ayaqqabılarımı çıxarıram və onları şkafıma qoyuram. We cannot wear outdoor shoes at school, so we put on special indoor shoes. Biz məktəbdə çöl ayaqqabısı geyinə bilmirik. Buna görə də xüsusi otaq ayaqqabılarını geyinirik. We have an assembly with the principal in the auditorium on Monday morning and we have 6:50-minute classes every day. Bazar ertəsi səhərləri akt zalında direktorla birlikdə yığıncağımız assembleyamız olur və hər gün 6 dənə 50 dəqiqəlik dərsimiz keçirilir. My best subjects are Japanese, science and art. Mənim ən yaxşı fənlərim Yapon dili, təbiət elmləri və təsviri incəsənətdir. Lunchtime starts at 12:30 p.m. We don't eat lunch in cafeteria. We stay in our classroom. Nahar vaxtı saat 12:30-da başlayır. Biz yeməkxanada nahar etmirik. Öz sinif otağımızda qalırıq. Different students serve the meal every day and the teacher eats with us. Hər gün fərqli şagirdlər yeməyi paylar, yəni bizə xidmət edir və bir müəllim də bizimlə birlikdə yemək yeyir. When classes end at 3:30 p.m. we all stay to clean up and take out the trash. Dərslər saat 15:30-da bitəndə hamımız təmizlik etmək və zibilləri çölə atmaq üçün məktəbdə qalırıq. I don't mind doing these jobs. Bu işləri görmək mənim üçün problem deyil, yəni etiraz etmirəm. It's important to keep our school clean and I like having the responsibility. Məktəbimizi təmiz saxlamaq vacibdir və mən məsuliyyət daşımağı xoşlayıram. Almost everyone belongs to an after-school club. Demək olar ki, hər kəs dərsdən kənar bir kluba, dərnəyə üzvdür. One of my clubs meets on Mondays and Tuesdays to learn about traditional Japanese arts like shodo and haiku. Mənim klublarımdan biri shodo və haiku kimi ənənəvi Yapon sənətlərini öyrənmək üçün bazar ertəsi və cümə günləri olur. Haiku Yapon poeziyasının bazar ertəsi və cümə. Demək olar ki, mənim klublarımdan biri shodo və haiku kimi ənənəvi Yapon sənətlərini öyrənmək üçün bazar ertəsi və cümə axşamı günləri toplaşır. Haiku is a type of Japanese poetry. Haiku Yapon poeziyasının, yəni şiir sənətinin bir növüdür. Shodo is writing Japanese character kanji.
Shoda isə Yapon hərflərinin kanji yazmaq sənətidir. Yəni xəttatlıqdır. I can write some characters pretty well now. Mən artıq bəzi hərfləri kifayət qədər yaxşı yaza bilirəm. My other club is the Go Club. It is on Tuesday and Fridays. Mənim digər klubum isə Go klubudur. Bu klub çərşənbə axşamı və cümə günləri olur. Go is a Chinese board game and it is more than 2,500 years old. O bir Çin stolüstü oyunudur və onun 2500-dən çox yaşı var. I love playing it, but when I leave school after a long busy day at 5:30 p.m. I am usually tired. Mən onu oynamağı çox sevirəm. Amma uzun və məşğul bir gündən sonra saat 17:30-da məktəbdən çıxanda, yəni altın yarısı məktəbdən çıxanda adətən yorğun oluram. Saat 4-ün yarısı məktəbdən çıxanda adətən yorğun oluram. İndi tapşırıq 2-yə keçək. He takes off his shoes and puts them in his locker. Ayaqqabılarını soyunur və şkafa qoyur. How often do the students have an assembly? They have an assembly once a week. They have an assembly once a week on Monday mornings. He has where does Heidi have lunch? He has lunch in his classroom. Harada qəlyənaltı edir. O harada qəlyənaltı edir? Sinif otağında. What do the students at 3:30 p.m. Saat 3:30'da nə edir? They stay to clean up and take out the trash. Onlar məktəbdə sinif otağında qalır və zibilləri çölə atırlar. Oraları təmizləyirlər. How many hours does Heidi spend at school and Tuesday and Fridays? He spends 9 hours at school. O məktəbdə 9 saat qalır. From 8:30 to 5:30 p.m. Üçüncü tapşırıq. Find the underlined words in the block to match the definitions. Mətndə təriflərə uyğun sözləri tapırıq, altından xətt çəkirik. Paragraph 1 adjectivedir. Burada sifəti tapırıq. For wearing or doing outside, not inside building. Çöldə giyinmək və ya etmək üçün binanın daxilində deyil. Sifəti tapırıq. Bu outdoor'dur. Mətndə keçən outdoor shoes. Paragraph 5-də 5-ci bölmə hissədə isə letters or numbers you use when you write. Yazarkən istifadə edilən rəqəmlər və hərflər. İsimdir burada. Characters, Japanese characters, kanji ifadəsindən götürülmüşdür. Sonra 6-cıda something you play with small piece, for example cheese. Burada kiçik figurlarla, daşlarla oynadığımız bir şey, məsələn şahmat ismi tapırıq. Board game, Go oyunu üçün Chinese board game deyirlər buna. Go klubuna gedib Chinese board game oynuyorlar. Board game yazacaq. 4-cü. Discuss the questions. Who takes responsibility for the cleaning in Harding School? Kim məsuliyyət daşıyır təmizləməkdə? The students take responsibility for the cleaning. Şagirdlər məsuliyyət daşıyır. 2-ci. Why is it important to accept responsibility?
It is important because it helps us learn life skills, become independent. Bu bizə deməli həyat bacarıqlarını verir, müstəqil olmağı öyrədir. Üçüncü, what responsibility do you have? Sənin hansı məsuliyyətlərin var? To prepare my lessons every day. Gündəlik dərslərimi öyrənmək. Extra reading 2, səhifə 59. Əziz şagirdlər, 5-ci sinif iş dəftərinin sonuncu vərəqidir. Gələn il inşallah 6-cı sinifin izahını kanalımda hazırdır. İş dəftəri və 6-cı sinif kitabının izahı, İngilis dili yeni 6-cı sinif İngilis dili kitabının izahı kanalımda paylaşılmışdır. Ümid edirəm ki, gələn il mənim videolarım əsasında öyrənərsiniz. Extra reading 2, ekstra oxu 2. Around the world, dünya ətrafında. A profile, a day in the life of. Həyatının bir günü. Amir is from the Bajau tribe in Borneo. Amir, Borneodakı Bajau qəbiləsindəndir. His life is unusual. Onun həyatı qeyri-adidir. He lives with his family in a house, but it isn't in the water. O ailəsi ilə birlikdə bir evdə yaşayır, lakin ev sudadır. Amir doesn't know his age or the date of his birthday. Amir öz yaşını və anadan olduğu tarixi bilmir. Mrs. Bajai don't count days and hours. Bajailər günləri və saatları saymır. They use the movement of the ocean to count time. Onlar zamanını hesaplamaq üçün okeanın hərəkətindən istifadə edir. Every morning Amir wakes up early, but he doesn't have breakfast. Hər səhər Amir tezdən durur, amma səhər yeməyi yemir. He and his father go out in their boat. O və atası öz qayıqları ilə çölə, dənizə çıxır. They swim the water. They swim in the water to look for food for the day. Onlar gün ərzində yemək tapmaq üçün suda üzürlər. Amir and the people in his tribe can see really well underwater. Əmir və onun qəbiləsindəki insanlar suyun altında həqiqətən çox yaxşı görə bilirlər. Amir catches a fish for breakfast and his father catches an octopus for dinner. Amir balıq tutmuşdur. Səhər yeməyi üçün balıq tutmuşdu. Atası isə şam yeməyi üçün asminok tutmuşdur. Yəni 8 ayaqlı asminok. After breakfast, Amir usually meets his friends. Səhər yeməyindən sonra Amir adətən dostları ilə görüşür. Amir they don't go to school and they don't study subjects like English. Onlar məktəbə getmirlər və İngilis dili kimi fənləri öyrənmirlər. The older Bajau people teach them how to make nets and build boats. Yaşlı Bajau insanları onlara tor toxumağı və qayıq düzəltməyi öyrədir. In the afternoon, Amir and his friends dive into the water from bridge and they play in the water too. It's their favorite place. Günorta vaxtı Amir və dostları körpüdən suya tullanırlar və həmçinin suda oynayırlar. Bura onların ən sevimli yeridir. In the evening, Amir's mother and the sisters cook the octopus and then their family has dinner together. Axşam anası və bacısı onların tutduqları
Sudan tutub gətirdiklərini qızardır, pişirir və onlar ailəsi ilə birgə nahar edir. It's always delicious. O həmişə, hər zaman dadlı olur. Birinci tapşırıq. Tell your partner the things you do after breakfast. Deyir tərəfdaşına sən nahardan sonra nə edirsən bunun haqqında danış. Read the profile. Say one surprising thing about Amir's routine. Əmirin deyir gündəlik həyatından maraqlı olanı qeyd et. Maraqlı olan orada after breakfast Amir usually meet his friends. They don't go to school. They go to the in the afternoon they go to the in the afternoon Amir and his friends dive into the water from bridge and they have in the water too. Bir bu, bir də orada maraqlı olan qəbilənin insanların suyun altında yaxşı görə bilməsidir. Bir də maraqlı olan həmin yerdə yaşlarının bilməməsidir, günləri bilməməsidir. Find the words in the profile to match the photos. Şəklə əsasən sözləri tapıb qeyd edirik. Fish, octopus, boat, net. Net burada tor deməkdir. Balıq tutmaq üçün qurulan tor. Dördüncü tapşırıq. Read the profile again. Choose the correct answer. Profili yenidən oxuyub düzgün cavabları seçirik. Where is Amir from? Amir haradandır? Borneo. Amir and his father wake up early and catch fish. Onlar deməli səhər tezdən durur və balıq tuturlar. Səhər yeməyi pişirmirlər, su altında oynamırlar. The older Baja people teach Amir how to make nets and build boats. Yaşlı Baja xalqı Əmirə öyrədir ki, necə tor qursun və necə qayıq düzəltsin. Dördüncü, when do Amir and his friends play in the water? Onlar nə zaman suda oynayırlar? In the afternoon, günorta. What is Amir's family like? Onun ailəsi kimlərdən ibarətdir? He has a father, a mother and sisters. Onun anası, atası və 2 bacısı var. Deməli, dördüncüdə birinci C, ikinci C, üçüncü A, 4də B, 5də isə B variantıdır. Voice it. Discuss the question. Sualları müzakirə edin. How is Amir's life different from yours? Sənin həyatının Əmirin həyatı nə ilə fərqlənir? What do you like about Amir's day? Əmirin həyatında nəyə xoşladın? Bu suallara cavab verirsiniz. I go to school. I know when I was born. How many years old? I learn English. Əmirin günündən nəyə xoşladın? Əmir dives into the water from bridge and they play in the water too. Buranı xoşladım. Qeyd edə bilərsiniz. Sağ olun.